Salam dostlar, bugünkü izahlı materialımıza xoş gəlmisiniz. Bilirsiniz, əgər siz də həm zamana sınağından çıxmış, həm də tamamilə müasir varlanma prinsiplərini öyrənmək və ən əsası, real sərvət qurmaq istəyirsinizsə, tam olaraq doğru yerdəsiniz. Elə indidən kanala abunə olun, bu materialı bəyənin və şərhlərdə öz maliyyə hədəflərinizi yazaraq bizə qatılın. Bugün biz sizinlə 10 illiklər boyu aparılan tədqiqatlara əsaslanan gerçək zənginliyin sirlərini açacağıq. Başlayaq. Qısaca bugünkü yol xəritamıza nəzər salaq. Birinci, gəlirin niyə sərvət demək olmadığını müzakirə edəcəyik. İkinci, pey yoxsa UAV olduğunuzu tapacaq. Üçüncü, milyonerlərin 7 ortaq xüsusiyyətini incələyəcəyik. Daha sonra texnologiya və sosial medianın təsirinə baxacaq və nəhayət, müasir varlanma strategiyaları ilə yekunlaşdıracağıq. Bir sözlə, maliyyə sağlamlığınızı yoxlayıb, sizə məlumatlara əsaslanan konkret bir fəaliyyət planı verəcəyik. Beləliklə, sizcə milyoner necə görünür? Bir anlıq gözlərinizi qapayın və təsəvvür edin. Yəqin ki, ağlınıza dərhal ən son model idman maşınları, nəhəng malikanələr və ya bahalı saatlar gəldi, elə deyilmi? Cəmiyyət bizə məhz bunu təlqin edir. Amma sizə bir sirr açım, bu sadəcə çox böyük bir illüziyadır. Əsl milyonerlər heç də belə görünmürlər. Gəlin ən vacib məqamı aydınlaşdıraq. Yüksək gəlir, heç də yüksək sərvət demək deyil. Bu qədər sadə. Əgər sizin lüks həyat tərziniz və gündəlik xərcləriniz qazandığınız hər qəpiyi yeyib bitirirsə, siz əslində zəngin deyilsiniz. Siz sadəcə çox pul xərcləyən yüksək istehlakçı birisiniz. Birinci bölməmiz elə adından da məlum olduğu kimi gəlir, sərvət demək deyil. Gəlin, böyük maaşın insanı avtomatik zəngin etməsi mifini darmadağın edək. Bilirsiniz, məlumatlarda ən təəccüblü məqam nədir? Milyonerlərin düz 80%-i öz sərvətlərini sıfırdan, özləri qazanan birinci nəsil varlılardır. Təsəvvür edirsiniz, cəmi 20%-nə miras qalıb. Yəni, sərvət göydən düşən şansla yox, ciddi nizam-intizamla qurulur. Kitabda qeyd olunan Teksaslı bir dizel mühərriklər biznesi sahibinin əla bir hekayəsi var. Təsəvvür edin, bu adam 10 illik köhnə maşın sürür, işə adi cins şalvarda gedirdi. Onun möhtəşəm bir şüarı var idi. Mənim böyük papağım yoxdur, amma inəklərim çoxdur. Ətrafımızda ən zəngin görünən insanlar tez-tez böyük papaq, amma inək yoxdur prinsipi ilə yaşayırlar. Yəni, real xalis sərvətləri yoxdur, sadəcə kreditləri və dəyərdən düşən bahalı əşyaları var. İkinci bölməmiz, PA yoxsa UADV. İndi gəlin görək, bu anlayışlar vasitəsilə öz şəxsi maliyyə sağlamlığınızı necə elə indicə yoxlaya bilərsiniz. Diqqətlə dinləyin, çünki bu düstur çox önəmlidir. Yaşınızı vergidən əvvəlki ümumi illik gəlirinizə vurun və ona bölün. Bu qədər sadə. Alınan rəqəm hal-hazırda sahib olmalı olduğunuz bazı xalis sərvətinizdir. Yəni, sizin gözlənilən xalis sərvətinizdir. Deməli, əgər yığdığınız sərvət hesabladığınız bu rəqəmdən 2 dəfə çoxdursa, təbrik edirəm, siz PAW-sunuz, yəni sərvəti möhtəşəm toplayansınız. Əgər yarısından azdısa, çox təəssüf, siz UAW, yəni sərvəti zəif toplayansınız. Bilirsiniz, ən maraqlısı nədir? UAW-lar çox vaxt yüksək maaş alan, amma cəmiyyətin gözləntilərinə uyğun yaşamaq üçün qazandıqları hər qəpiyi xərcləyən həkimlər və ya hüquqşünaslardır. İndi sizdən bir xahişim var. Bir anlıq bu izahlı materialı dayandırın, düsturla öz xalınızı hesablayın. Nəticə necə oldu? Siz PAV yoxsa UAF qrupundansınız. Aşağıda rəylərdə mütləq bizimlə bölüşün. Görək kimlər daha çoxdur. Üçüncü bölmə. Milyonerlərin 7 ortaq xüsusiyyəti. Öz xalınızı öyrəndiyinizə görə, gəlin sıfırdan zəngin olan bu insanların sərvət toplamaq üçün istifadə etdikləri ortaq sirləri kəşf edək. Tədqiqatçıların tapdığı bu 7 xüsusiyyətə baxın. Fikir verirsiniz, onlar qonşularına zəngin görünməkdənsə maliyyə müstəqilliyinə dəyər verirlər. Vaxtlarını və pullarını ağıllı idarə edirlər. Və ən əsası, həmişə qazandıqlarından qat-qat az xərcləyirlər. Bunlar hər birimizin rahatlıqla tətbiq edə biləcəyi vərdişlərdir. Bunu başa düşmək üçün idmanla bağlı yaxşı bir nümunə çəkək. Yüksək gəlir əldə etmək çox yaxşı bir hücumdur. Lakin oyunu udmaq, yəni sərvət toplamaq üçün sizə möhtəşəm bir müdafiə lazımdır. Müdafiə isə son dərəcə qənaətçilik, dəqiq büdcə tərtibi və planlaşdırma deməkdir. Müdafiəsi zəif olan komanda çempion ola bilməz, elə deyilmi? Sərvəti möhtəşəm toplayanların nə qədər güclü müdafiə oynadığını bilmək istəyirsiniz? Sizi bir rəqəmlə təəccübləndirim.
7%. Bəli, tipik milyoner hər il öz sərvətinin yalnız təxminən 7%-ni vergiyə cəlb edilən gəlir kimi reallaşdırır. Qalan bütün sərvət isə toxunulmaz qalır, investisiya edilir və hər gün biraz da böyüyür. Tədqiqatın ən kritik tapıntılarından biri də budur. İqtisadi ambulator qayğı. Səslənişi biraz qəribə gələ bilər, amma mahiyyəti budur ki, valideynlər yetkin uşaqlarının lüks həyatını maliyyələşdirdikdə, əslində onlara yaxşılıq etmirlər. Tam tərsinə, onların zənginlik qurmaq əzmini və nizam-intizamını məhv edirlər. Çünki asan gələn pul, inanın mənə, çox asandır xərclənir. 4-cü bölmə. Texnologiya və sosial media. İndi isə qabağa. 2018-ci ildəki araşdırmalara tullanaraq rəqəmsal əsrin vəziyyəti necə dəyişdirdiyinə baxaq. 90-cı illərdə siz sadəcə fiziki qonşularınızla rəqabət aparırdınız, onların aldıqları sizi narahat edirdi. Bugün isə bu hiperəlaqəli dünyada sosial media sizi hamı ilə yarışmağa vadar edir. İnfluenserlər bitmək bilməyən lüks paylaşımları, o çox xərcləyən həyat tərzini hər zamankindən cəzb edici edir. İndi artıq bütün dünya sizin qonşunuzdur. Bu virtual rəqabət insanları bir növ kəsilməyən qaça-qaça salır. Hər kəs onlayn mühitdə digərindən daha uğurlu görünmək üçün əlinə keçən hər bir əlavə qazancı dərhal yeni bir lüks əşyaya, telefona və ya maşına xərcləyir. Sadəcə status nümayişi üçün. Biz buna həyat tərzinin inflyasiyası deyirik və bu, əsl sərvətin ən böyük düşmənidir. Lakin hər şey o qədər də pis deyil. Texnologiyanın digər üzü bizi inanılmaz dərəcədə gücləndirir. Bugün büdcəmizi avtomatik izləmək, onlayn biznes qurmaq, ucuz indeks fondlarına bir kliklə investisiya etmək əvvəlkindən qat-qat asandır. Əsl milyonerlər məhz bu texnoloji alətlərdən öz xeyirlərinə ustalıqla istifadə edirlər. Və gəldik sonuncu, 5-ci bölməyə. Müasir varlanma strategiyaları. Gəlin bütün öyrəndiklərimizi toparlayaq və bugündən ata biləcəyiniz praktiki addımlara baxaq. Nəzəriyyəni bir kənara qoyub işə keçək. 1. Həyatınızdakı o lazımsız status xərclərini dərhal ləğv edin. 2. Öz evinizin maliyyə direktoru olun, büdcənizi mikroskop altına alın. 3. Sosial mediadakı o saxta parıltılara və geri qalmaq qorxusuna əsla məhəl qoymayın. 4. Daimi ardıcıl olaraq investisiya etməyə başlayın. Unutmayın ki, müasir dövrdə sizin ən böyük silahınız məhz bu ardıcıllıqdır. Bugün kifayət qədər dərinlərə getdik. Məncə əla bir izahlı material oldu. Amma yekunda hər şey sadəcə bir suala gəlib çıxır. Siz doğrudan da zəngin görünmək istəyirsiniz, yoxsa həqiqətən zəngin olmaq? Öz əsl maliyyə məqsədinizi aşağıda şərhlərdə bizimlə bölüşün. Əgər bu material sizə yeni nələrsə qazandırdısa, kanala abunə olmağı və dostlarınızla paylaşmağı unutmayın. Növbəti izahlarımızda görüşənədək